Sadəcə aydınlaşdırmaq üçün deyim, məndə cəmi 2 amil var. Mühit və deyək ki, genetik yüklənmə. Yəni məndə olan yalnız bunlardır, düzdür? Uşaqlıqda mühit və genetik yük, böyüklük dövründə də mühit və genetik yük və sonra artıq böyüyəndə hər şey ondan asılıdır ki, nə vaxt daha yaxşı bir mühiti seçə biləcəyəm. Görürük ki, artıq məktəb illərində, bəzən isə uşaq bağçasından belə, uşaqların bəziləri bir yolu seçir, digərləri isə başqa bir yolu. Bu uşağın inkişafına şuurlu şəkildə nəzarət edib, onu elə bir şəraitə qoya bilərikmi ki, o yaxşı bir mühit seçsin? Məhz burada Kabala müdrikliyi köməyə gəlir. O deyir ki, bizim problemimiz ondadır ki, biz elə bilirik ki, öz hərəkətlərimizlə taleyimizi dəyişə bilərik. İnsan düşünür, mən bunu və bunu edəcəyəm. Bu hərəkətlərin sayəsində irəliləyəcəyəm və nəyisə nail olacağam. Amma nəticədə görürük ki, hər şey gözlədiyi kimi getmir. Planlaşdırıldığı kimi olmur. Çünki daha bir çox başqa amillər var. Bəli, bu bizə tanışdır. Tanışdır. Və sual budur. Doğrudanmı biz düzgün istiqamətdə hərəkət edirik? Haradadır elə bir seçim azadlığı ki, bu bizə doğrudan da taleyimizi dəyişmək imkanı verir. Kabala izah edir ki, taleyi dəyişmək üçün açar tamamilə başqa yerdə yerləşir. Mənim taleyimi idarə edən sükan məndə deyil, mühitdədir. Yəni, mən mühitin təsiri altındayam. Mühit mənə müxtəlif dəyərləri təlqin edir. Əgər inkişaf edən, incələmiş və birləşdirici dəyərlərə malik bir mühitin təsiri altındayamsa, mən inkişaf edirəm. Çünki mühit məni inkişaf etməyə məcbur edir. Əgər isə əks bir mühitdə olsam, məni aşağı çəkmək istəyən bir mühitdə, o zaman o, məni həqiqətən də aşağı salır. Mən onların təsirini udmağa başlayıram və tənəzzülə uğrayıram. Bu o deməkdir ki, bütün həyatım boyu özümə nə dərəcədə müvəffəq olduğuma baxmalı deyiləm. Daha yaxşı bir mühit seçməkdə nə dərəcədə müvəffəq olduğuma baxmalıyam və məhz mühit sayəsində mən daim düzgün inkişaf edəcəyəm. O toxum ki, haqqında danışdıq. Əgər onu yaxşı torpağa əkərsənsə, o yaxşı bitəcək. Hətta təbiətcə o qədər də güclü olmasa belə. Və əksinə, əgər mən yaxşı olmayan bir mühitdəyəmsə, וההפך, אם אני לוקח סביבה לא כל כך טובה, hətta doğuşdan gözəl keyfiyyətlərə sahib olsam belə, hisslərdə, ağıl baxımından və bir çox sahədə uğur qazana biləcək potensialım olsa da, onları inkişaf etdirə bilmərəm, çünki pis bir mühitdəyəm.